Salam, hər kəs xoş gördük bizim Toylar kanalında. Yeni bir video dostlar, yenidən qarşınızdayım. Ümid edirəm bu video ürəyinizcə olacaq. Başlıqdan da artıq sizlərə məlumdur ki, videonun mövzusu nədən bəhs edəcək. Toyuqlarımın qəribə səslər çıxardılar, video çəkmədə mənə çətinlik yaradırlar. Əsasən də bu bizim qırmızı toyuğumuz imkan vermir, özünə yumurtlamağa yer axtarır. Folluqları da göstərim sizə. Sonra dostlar keçəcəm videomuzun mövzusuna. Videomuzun mövzusu dediyim kimi toyuqlarda və düzələrdə ağ ishalla bağlıdır. Burada əslində folluq yeri çoxdur. Bunlar bilmirlər harada yumurtlasınlar. Bir folluğa 2. Burada da folluğumuz var əslində. Buralarda da folluqlar var. Durmurlar. Səsləri götürüb bayaqdan aləmi video çəkməkdə mənə həqiqətən çox çətinlik yaradırlar. Dostlar, videomuzun mövzusu əgər sənin düzələrində, toyuqlarında, arxa hissələrində nəcis qalıntıları varsa, qidalanmaları artıq aşağı düşürsə, toyuq artıq süsləşirsə, düzə artıq süsləşirsə və əlavə olaraq dediyim kimi arxa hissələrində nəcis qalıntıları varsa və nəcislərində ağ ishal müşahidə edirsinizsə, onda bu videoya mütləq baxmalısan. İlk öncə təbii üsulla balaca bir məlumat verəcəm, informasiya verəcəm sizlərə. Əslində o üsulla bağlı video çəkmişəm, kanalımda paylaşmışam. İstəsəniz keçib ona baxa bilərsiniz. Təbii üsulla bunun həlli dostlar nar qabığından keçir. Nar hələ ki yetişməyib, onu da deyim sizlərə. Yavaş-yavaş artıq yetişir. Nar qabığını hardasa 15 dəqiqəlik suda qaynadırsınız. Həmin suyu verirsiniz toyuqlarınıza, düzələrinizə. 3 gün ard-arda verirsiniz, onu da deyim sizlərə. Effekt alana qədər. İnşallah ki effekt alarsınız. Kimyəvi üsulla dostlar isə həlli bu preparatlarladır. Bu preparatlar deyəndə ki, hər ikisi levomitsindir dostlar. Tərkibləri levomitsindir. Biri sadəcə olaraq bu 250 mg-dır. Bu isə 500 mg-dır. Hər hansından istifadə edə bilərsiniz. Əlbəttə ki, say fərqi olacaq. Mən deyəndə dozalanmanı adətən 1 litr su üçün nəzərdə tutacağım dostlar. Ümid edirəm bunu nəzərə alacaqsınız. Videomuzun mövzusuna keçməmişdən öncə xahiş edirəm ki, kanalıma abunə olun. Artıq kanalımız 62.500 civarlarındadır. 100.000 abunə olmaq istəyirik. Dəstəklərinizi gözləyirəm. Maraqlı videolar çəkirəm sizlərə. Maraqlı videoları, maraqlı mövzular tapıb paylaşıram ki, siz də öz təsərrüfatınızda istifadə edəsiniz. Demək olar ki, bu kontentdən çox az adam istifadə edir, az adam çəkir YouTube'da Azərbaycan milləti üçün. Xahiş edirəm ki, dəstəklərinizi əsirgəməyin, videonu bəyənin və əlavə olaraq rəy bölməsində öz rəylərinizi qeyd edin ki, YouTube tərəfindən daha çox insanın qarşısına çıxaq. Ümid edirəm ki, bunları nəzərə alacaqsınız. Hələ indi izlədiyin yerdə xahiş edirəm ki, abunə ol və videonun sonuna qədər izlə və fikrini rəy bölməsində yaz. Ümumiyyətlə, sən ağ ishala qarşı hansı üsullardan istifadə edirsən, sən də yaz öz həll üsulunu, təcrübəni bu videonun altından lazım olan insanlar da yararlansınlar. İndidən hər birinizə təşəkkür edirəm. Artıq 3 dəqiqə oldu. İndi müəyyən adamlar başlayacaq ki, 3 dəqiqədə baxıram, videonun mövzusuna keç. Dediyim kimi, əlimizdə bu preparat var, kimyəvi üsulla həlli, levomitsin. Burada yazıb. Levomitsin desəniz, aptekdən bunu verəcəklər dostlar sizlərə. 500 mg-dır bu. 10 ədəd tabletkadır. Adam aptekindən adətən bu preparat dostlar əldə edə bilərsiniz bu darnisanı. Əvvəllər levomitsin özünü molekul olaraq almaq olurdu. Yəni fərqi yoxdur. Bu da hansısa bir firmanın adıdır. Qoyub darnisa, gedib onu adam aptekindən əldə edə bilərsiniz. Qiyməti o qədər baha deyil. Ekonomik cəhətdən sərfəlidir. 1 manatdan məncə baha almayacaqsınız. Bizdə həmişə bu dərman olur. Bəzən toyuqlarıma istifadə edirəm. Əsasən profilaktik məqsədlə. İlk öncə dostlar bu xəstəliyin yaranma səbəbindən danışım ki, sonra keçək dozalanmasına. Yaranma səbəbi dostlar adətən natəmizlikdən yaranır, belə deyim sizlərə. Əgər toyuqlarınızın yeri həddindən artıq rütubətlidirsə, bu düzələrə də aiddir əlbəttə ki, və tez-tez təmizləmirsinizsə, əlbəttə ki, bu proses yaranacaq. Havalanma zəifdirsə, həmin hində, həmin saxlanma yerində şərait, sonra yemlərin keyfiyyəti aşağıdırsa, bu zaman toyuqlarınızda bu xəstəliyin yaranmasına, belə deyim, səbəbdir artıq bunlar. Ona görə də ilk öncə bunlara diqqət edin. Yəni, bu dərmanı verib, toyuqlarınızın sağalmağını gözləməyiniz biraz sadəlövhlü olardı. Çünki əgər onun kökünü qazımasaz, həll etməsəz kökdən, yəni bu dərmanı hay ver, elə hər dəfə verəcəksən, biraz sağalacaq, müəyyən vaxtdan sonra yenə xəstələnəcək. Çünki səbəbini həll etməmisən.
Yəqin ki, məni başa düşdünüz, məni anladınız. Bu qara xoruzum da yığıb toyuqların yanına, ətrafına belə. Toyuqlarım haqqında çox danışmaq istəmirəm. Mövzuya biraz fikrimi fokuslamaq istəyirəm. Amma toyuqların səs-küyü biraz məni yorur, fikirlərimi dağıdır. Ona görə xahiş edirəm ki, üzrü sayın və bunları nəzərə alın dostlar. Dostlar, bunun istifadə qaydasında, bu preparatın istifadə qaydasını dostlar deyəcəm indi sizlərə. Toyuqlarda və cüzələrdə təbii ki, ayrı-ayrılıqda olmaq şərti ilə. Deməli, burada dediyim kimi 250 mg-lıq və 500 mg-lıq var. Cüzələrə profilaktik məqsədlə əgər istifadə edirsinizsə, darniçanı 1 ədəd və yaxud da ki, bu 500 mg-lığı bölüb də verə bilərsiniz. Yox, əgər görürsünüz ki, arxa hissələrində nəcis qalıntıları var, ağ sal ümumiyyətlə müşahidə edirsiniz toyuqlarınızda, cüzələrinizdə, o zaman bir tabletka cüzələrə 1 litr suya 500 mg-dan söhbət gedir. Toyuqlara isə 500 mg-dan 2 ədəd. Yox, əgər əlinizdə bu 250 mg varsa, cüzələrə 2 ədədini verirsiniz. Bu 250 mg-lıqdan 2 ədədini, yəni 500 mg olur. Rahatlıqla istifadə edirsiniz. Yəni, tabletka bölməyə ehtiyac olmur. Əgər əlinizdə 250 mg varsa. İstifadə qaydası rahatdır və bunu onu da deyim ki, ard-arda 3 gün istifadə edirsiniz toyuqlarınıza. Effekt alana qədər adətən. Effekt alandan sonra da inşallah ki, dərmanı taş saxlayırsınız. Ehtiyac olmur əlbəttə ki. Və bu xəstəliyin yaranma səbəbi dediyim kimi müxtəlif səbəblər var ki, müxtəlif səbəblərin ən başında gələn təmizlik məsələsidir və yem məsələsidir dostlar. Bunları xahiş edirəm ki, nəzərə alın. Kiflənmiş yemlərdir, vaxtı keçmiş yemlərdir. Aşağı ümumiyyətlə keyfiyyətli yemləri toyuqlarınıza verməyin. Və bir də hər nə qədər toyuqlarınızın yeri təmiz olarsa, havalanma şəraiti yaxşı olarsa, ümumiyyətlə saxlanma şəraitləri yaxşı olarsa, o zaman problem olmayacaq. Mən demək olar hər videomda deyirəm, nə qədər toyuqlarınız sağlam olsa, yumurta məhsuldarlıqları o qədər yüksək olacaq və əlavə olaraq onları yumurtadan kəsən səbəblərdən biri də stressdir. Toyuqlarınızı stressdən uzaq tutun. Bu ümumiyyətlə həm bütün heyvanlara, bütün canlılara aiddir, insana da aiddir. Stresli mühitdə müxtəlif xəstəliklər yaranır, müxtəlif problemlər yaranır. Yəni bunları nəzərə alıb toyuqlarınızı saxlayın. Hazırda mənim toyuqlarımda bu hal müşahidə olunmur. Ağ salla bağlı heç bir problem yoxdur. Deməyim ki, hər dəfəsində bundan istifadə edirəm. Yalan olar. Əlbəttə ki, təbii üsullara daha çox mən meyil edirəm. Daha çox onlardan istifadə edirəm. İndi inşallah nar yetişəcək. Narın qabığından istifadə edəcəm toyuqlarıma. Lazım olarsa, yəni artıq vəziyyətin o həddə çatanda, yəni dərmandan istifadə edirəm. Yəni əlimdə nar qabığı olmasa, levomisin tərkibli preparatlardan istifadə edirəm ki, toyuqlarımda bu xəstəliyi yox edim, aradan qaldırım, tələf olmasınlar. Dediyim kimi toyuqlarımda hazırda problem yoxdur. Artıq bir toyuğumuzu dünən ayın 4-ü kürt yatırmışıq elə burada. Başqa yerdə yatmadı bu toyuğumuz. Serebrisimiz var. Altına 12 yumurta yığmışam dostlar. O toyuğu başqa yerə apardım. Orada yatmadı. Gecə gündüz elə burada yatdığına görə gətirib elə bura qoydum. Əlavə olaraq burada bir toyuğumuz da var. O da yavaş-yavaş qırtıllayır. Yəni kürt yatmaq istəyir. Onu da axtarmaq istəyirəm. Arxamdaymış. Bu toyuğumuz da kürt düşmə ərəfəsindədir. Yavaş-yavaş kürt düşür. Yadıma gəlir bunun cüzə vaxtı ayaqlar tutulmuşdu. Və o zaman mən bunu sağaltmışdım. Bundan bir də olmalıdır. O biraz bundan böyüdür. İri toyuqdur. Onu bilmədim, burada görə bilmirəm indi hazırda. Və əlavə olaraq dostlar, hinimizdə orada 2 ədəd toyuğumuz var. O da kürt düşür. Baxın dostlar, bir folluqda 3 toyuğu görə bilərsiniz. Səhərdən bunların dərdi budur. Burada da toyuqlarımız normal yatıblar yerlərində, belə deyək. Belə dostlar, siz ümumiyyətlə toyuqlarınıza bu ağ salla bağlı necə dəstək olursunuz? Problem olarsa necə aradan qaldırırsınız? Onları rəy bölməsində qeyd edin. Bir də su qabını da görmüşkən, su qablarını da təmizliyinə önəm verməyə çalışın. Yəni mən tez-tez dəyişirəm. Çişlənərsə tez-tez təmizləməyə çalışıram.
Yay aydır, hətta tez-tez suyun dəyişməyinin də önəmi çoxdur ki, sərin su ilə toyuqlar təmin olunurlar. Hazırda görmüş olduğunuz kimi toyuqlar belə ağzını əgər açıb bağlıysa, deməli onlara artıq çox istidir. Bir neçə toyuğun burada qanadlarını da belə açırlarsa, yəni toyuqlar artıq çox isti olmağına anlamına gəlir dostlar bu. Yəni məsələ budur dostlar. Bugün həqiqətən də hava çox istidir. Toyuqlarım da tez-tez su istifadə edirlər. Burada xoruzumuz da iş başındadır. Hazırda hinimizdə 2 ədəd xoruzumuz var. İnşallah görə bu ilki düzələrimizdən hansı özünü yaxşı aparacaq, onu xoruzluq saxlayarıq əlavə xoruz kimi. Ördəyimizin də biri artıq, o biri qara ördəyimiz də kürt düşüb. O da folluğunda yatır. Ora keçmək istəmirəm. Bir dəqiqə toyuqlar ora keçmək üçün can atırlar. Düzələrimi də göstərim sizə. Sözün düzü artıq yeni bir him tikmək istəyirəm. Hazırlamaq istəyirəm inşallah. Çünki ördəklərlə belə düzələr bir arada olmaq biraz çətinlik yaradır. Ördəklər suya çox meyillidir. Su isə düzələr üçün biraz ziyanlı olur. Yay ayıdır, o qədər də əhəmiyyət vermirəm ona. Amma mütləq qaydada yeni bir him lazımdır bizə ki, belə ördəklərimiz olanda onları ayrı-ayrı saxlayaq. Bunların vəziyyətləri yaxşıdır, inkişafları yaxşı gedir. Süs düzən yoxdur burada dostlar. Özlə görsünüz, qapı açılan kimi dayanmırlar bir yerdə, atlanıb düşürlər. Çölə buraxa bilmirəm çünki təhdidlər çoxdur. Qarğalar, müxtəlif yırtıcı quşlar var və əlavə olaraq ən böyük təhdid pişiklərdir dostlar. Yoxsa yaşıllıqlar var, yaşıllığın altına rahat buraxardım, bunlar da orada inkişaf edərlər. Hava da bugün çox istidir, ona görə ehtiyac da yoxdur. Elə burada rahat şəraitdə qalırlar, heç bir problem yoxdur. Bunların da altı tez-tez təmizlənir. Hazırda bir nömrə düzə yemindən istifadə edirəm onlara. Belə dostlar, bir videomuzun da sonuna gəldi. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Özünüzü qoruyun, Allah amanında olun. Dəstəklərinizi gözləyəcəm. Görüşənədək hələlik.